ولم أخطئ بدربي لبيتك جئت يا الله أتيت بثقل ذنبي Bir təbibim var onun, əlləri möcüz yaradar. Demərəm dərdimi əğyarə, Hüseyn nökəriyəm. Bir nəfər görsəm alıbdır əlinə qarə ələm. Ağlaram qolsuz ələmdarə, Hüseyn nökəriyəm. Əssəlamu aleykə ya Əbə Abdillahil Hüseyn aleyhisselam. Bismi Rabbiş şühədə və siddiqin və la təhsəbənnəl-ləzine qutilu fi səbilillahi əmvətə. Allahümme salli ala Muhammedin və ali Muhammed və əccil fərəcəhum. Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Sizləri Hikmət Qapısı verilişində xoş gördük. Bir daha bu hüzünlü, kədərli günlərlə əlaqədar, başda Mövlamız İmam Zaman əleyhissalam olmaqla siz dəyərli müsəlman bacı və qardaşlara başsağlığı veririk. Allah Teala bizləri İmam Hüseyn əleyhissalamdan ayrı salmasın. Dəyərli izləyicilər, bugünkü mövzumuz İmam Hüseyn əleyhissalamın qiyamındakı hədəflər haqqında olacaq. Dəyərli ustadımız inşallah bu haqda geniş məlumat verəcək. Və mən Peyğəmbər Səllavatullahdan bir hədisi qeyd etmək istəyirəm ki, Peyğəmbər buyurur, Hüseynun minni və ənə min Hüseyni. Mən Hüseyn məndəndir və mən də Hüseyndənəm. Baxın, bu söz adi bir baba və nəvə arasında olan sevgi, məhəbbətdən qaynaqlanan bir söz deyil. Bəli, Peyğəmbər Səlavatullah İmam Hüseyn əleyhissalam həqiqətən çox sevirdi və İmam Hüseyn də Peyğəmbər Səlavatullah. Amma bu söz sadəcə olaraq sevgidən qaynaqlanan bir söz deyildi. Burada Peyğəmbər Səlavatullah ümmətə, insanlara bir mesaj vermək istəyirdi. O da buydu ki, yəni mən Hüseyndənəm, Hüseyn məndəndir, mən də Hüseyndənəm. Yəni mənim çəkdiyim 23 illik zəhməti, bu risalətin davamını İmam Hüseyn əleyhissalam gətirəcək. Yəni mənim 23 illik zəhmətimi aradan getməsinə İmam Hüseyn əleyhissalam öz qanı ilə mane olacaq və həqiqətən də o cür oldu ki, İmam Hüseyn Cəddi Rəsulullahın gətirdiyi dini öz qanı ilə, canı ilə qorudu və qoymadı ki, bəzi nalayiq şəxslər Peyğəmbər Səllavatullahın gətirdiyi dini aradan aparsın. Allah Teala bizləri dünya və axirət İmam Hüseyn əleyhissalamdan ayrı salmasın inşallah. Hörmətli izləyicilər, studiyamızın bugünkü dəyərli və əziz qonağı, ustadı Cənab Hüccətül İslam Nurlan Həsənovdur. Salam aleykum ustad, hər vaxtınız xeyir olsun. Bu hüzünlü günlərlə əlaqədar sizə də başsağlığı veririk. Aleykəssalam və rəhmətullah. Mən də sizi və əziz izləyiciləri salamlayıram və bu qəmli, müsibətli günlərdə sizə və əziz izləyicilərə başsağlığı verirəm. Çox sağ olun ustad, Allah razı olsun, təşəkkür edirik. Dəvətimizi qəbul edib zəhmət çəkib gəlibsiz, Allah razı olsun. Ustad, zəhmət olmasa istərdik bizə, əvvəldə də qeyd etdik ki, mövzumuz İmam Hüseynin qiyamındakı hədəflərlə bağlıdır. Yəni İmam Hüseynin əsas hədəfləri nə idi ki, özünü, ailəsini, dost tanışlarını, qohum əqrabalarını bu cür təhlükəyə atdı. Əsas hədəf nə idi burada ki, İmam Hüseyn bu işi gördü? Bəli. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala seyyidina ve tabibi qulubina ve şefi'i zunubina Ebil Qasim Mustafa Muhammed sallallahu aleyhi ve alihi ve sellem. Esselamu alel Hüseyin ve ala Ali ibnel Hüseyin ve ala evladil Hüseyin ve ala ashabil Hüseyin. Bəli, Murtaza müəllim, gözəl nöqtəyə işarə etdiniz. Bu mövzuya giriş etməmişdən öncə bir mövzu, qısa olaraq bir nöqtə barəsində işarə edeyim. Bəli, buyurunuz. Mövzuya giriş edərik. Məhərrəm ayıdır. Bu ayda adətən çoxlu yerlərdə məclislər, əzan məclislər qururlar və bizə də tövsiyə olunub ki, bu əzan məclislərindən istifadə edək və imamların özlərindən və alimlərdən də tövsiyələr var ki, çünki bu mənəvi bir məclisdir. Məclisin böyüklüyü, kiçikliyindən söz getmir. Hər hansı bir yerdə əgər məclis qurulsa,
bu məclisdə iştirak edib və bu gözəl məclisin havasından, mənəvi halından istifadə edək. Necə ki, İmam Sadiq əleyhissalamdan hədis var, Fuzeylə buyurur. Buyurur, təclisuna və tuhaddithun faqalə na'am. Oturursunuz bir yerdə bizim barəmizdə söhbət edirsiniz. Fuzeyl buyurur, bəli. Qalə innə tilkəl məcalisə uhibbuha. Buyurur, həqiqətən mən bu cür məclisləri sevirəm. Fəhyu əmrana rahimallah mən əhya əmrana. Oturub söhbət edirsiniz, sizin bu cür söhbət etməyiniz bizim əmrlərimizi, bizim dediklərimizi yaşadır. Yəni, qoymur aradan geçsin. Deməli, bu məclislər bir səbəbdir, bir vasitədir ki, insanlar otursunlar, söhbət eləsinlər və bu baş verən hadisələr aradan getməsin. Ardıca buyurur, rahimallah mən əhya əmrana. Allah rəhmət eləsin o şəxslərə ki, bu cür məclislər qururlar. Yəni, səbəb olurlar, səbəbkar olurlar ki, bu əmrləri yaşatsınlar. Ayrı hədislərdə siz baxın, görün, yəni çoxlu işarələr də olub, ustadlar da danışıblar bu arada. İmam Rıza əleyhissalamdandır ki, bu cür məclislərdə imam üçün ağlamağın böyük mükafatına buyurur ki, nəyə görə biz hər bir məclisdə, məsələn, bir müsibət bizə üz gətirəndə öz ölənlərimiz üçün ağlamayaq. Nəyə görə? Çünki bu müsibət yüngül bir, aşağı bir müsibətdir. Yəni, bu keçərlidir, amma böyük bir müsibət var. O da Şəbibin oğluna buyurur, yəbnə Şəbib, in kuntə bakən li şeyin fəbqil Hüseyin ibn Əli ibn Əbi Talib. Əgər bir müsibət sənə üst versə, o müsibətdə Hüseyin üçün ağla. Hüseyin Əli ibn Əbi Talibin oğlu Hüseyin üçün ağla. Nəyə görə? Çünki illətinə deyir. İllətinə bu fəinnə zubiyə kəmə yuzbəhul kəbş. Deyir ki, çünki İmam Hüseyin adi şəkildə dünyasını dəyişməyib. Necə ki, o zubihə zebhdən gəlirdir. Zebhdir. Zebh bu heyvanın başını kəsəndə, qoyunun başını ya hər bir heyvan ki, başı kəsiləsidir, kəsiləndə bu zebh mənası. Deyir ki, necə ki, bu qoyunun başını kəsirlər, Cəddim İmam Hüseynin başında bu cür kəsirlər. Yəni, böyük bir müsibətdir. Yəni, bu müsibətdən biz gərək müsibətli günlərdə ki, biz indi qərar tuturuq ki, istifadə edək ki, həqiqətən çoxlu, yəni bu mənəvi nemətləri biz bu məclislərdən ala bilərik. Çünki siz baxın da, hansı alimə işarə edir ki, qapı məktəb, o İmam Hüseyin məktəbindən açılıb. Hamısı qapıları İmam Hüseyin məktəbinə gedir. Bir nöqtəyə də işarə edim, sonra biz əsas mövzumuza işarə edik. Deməli, ayət Allama Əminidəndir. Oğlu Allama Əminidən nəql edir, aləm rüyada atasını görür. Atasını görür. Görür ki, atası bağ, bağça, çiçək, meyvə ağacların içində belə yaşayır. Atasından sual edir ki, atacan, nə səbəb oldu dünyada? Çünki dünya bizim üçün məzrədir də, əkin sahəsidir. Hər nə əksək, orada biçərik. Deyir, nə səbəb oldu? Hansı işləri gördün ki, sən Allah Teala sənə bu cür mükafat verdi? Böyük bir mükafatdır. Yəni, biz bunu təsəvvür edə bilmərik. Oğlu görüb, bunu aləm rüyada buyur. Deyir, ayə sən tikdiyin o kitabxana ki, İmam Əli əleyhissalamın adına idi, bir kitabxana tikib İmamın. O səbəb oldu bu cür nemət verilsin? Deyir, xeyr. Deyir, o yazdığın Əl-Qədir kitabı ki, böyük zəhmətlər çəkib Əllama, Əl-Qədir yazan. Deyir, ayə o səbəb? Deyir, xeyr. Deyir, nə səbəb oldu ki, İmam Hüseyin məclisi? O da orada oğluna tövsiyə edir ki, hər bir yerdə bir şam yandırsalar, İmam Hüseyin üçün məclis tutsalar, get orada iştirak edir. Məclisin böyüklüyünə, kiçiliyinə baxma. Ayə, burada 100 nəfər var, bu yüngül bir məclis, 2 nəfər, yox. Haradakı bir məclis İmam Hüseyin adına qurulub. 2 nəfər, 1 nəfər. O ad ki, qoyulub, onun böyüklüyü var, öz yerindədir. Bəli, Üstad, həqiqətən də Allah razı olsun. Bu qeyd etdiyiniz çox gözəl və incə bir məqam idi, nöqtə idi ki, insanlara da bir mesaj olur ki, İmam Hüseyin məclisinin əzəmətini və əhəmiyyətini çatdırır. Və belə bir sual da yaranır buradan ki, və səbəb bu ola bilərmi ki, bəzi insanlar, yəni bizlərə irad tuturlar, ya bunu bir irad kimi həmişə deyirlər ki, ağlamaq olmaz, bu cür məclislər şirkdir, nə bilim, belə yerlərə getmək olmaz, İslamda belə bir şey yoxdur. Yəni bunların hədəfləri bu ola bilərmi ki, yəni insanları bu məclislərdən uzaqlaşdırmaqla, yəni həqiqi İslamdan, həqiqi belə deyək də Allahın dinindən uzaqlaşdırmaq istəyirlər. İmam Hüseynin qiyamı nə idi hədəfi? Bəli. Buyurdunuz ki, əsas hədəf buydu ki, Allahın dinini yaşatsın da. Bəli. Yəni bunlar insanları buradan uzaqlaşdırmaqla
əsl hədəfdən uzaqlaşdırmağa çalışırlar. Belə ola bilərmi? Bəli. Yəni hər bir səbəbinin bir nəticəsi var da. Məsələn biz desək ki, bu məclis səbəb olur ki, mən bu yola davam edə bilim. Çünki çoxları ayrılıblar. Bəli, Bu bəli. məclisdən ayrılıblar da. Məsəl üçün deyirsən ki, bu düzgün yolla dördü gəldi, bu məclisdə ayrıldı. Düz. Yəni səbəb oldu ki, bu məclisə gəlməyin səbəbi oldu ki, ayrılsın. Bəli. İndi bu insanlar da ki, indi bilərəkdən ya bilməyərəkdən. İndi bəziləri bilərəkdən bu işi görürlər ki, bilirlər ki, nəticəsi nə olar? Bu məclisə iştirak etməyin nəticəsi nə olar? İstilər bundan uzaqlaşdırsınlar. Bəli. Amma biz bəziləri də bilməyərəkdən, cahillikdən deyir, ya bunun ağlamaya nə səbəbi var? Məsələn indi işarə edirəm. 2 dənə əmioğlu da bir-birlərini vuruşurlar. Bəli. Bu sözlər çox yayılıb. Yəni 2 əmioğlu, yəni bu qiyamın ərzişini, dəyərini sən aşağı salırsan. Bu qiyamın dəyərini aşağı salsan, deyirsən, ha 2 əmioğludur, mən gedib 2 əmioğlu üçün ağlayım. Halbuki 2 əmioğlu söhbəti deyil. Məsələ ayrı bir məsələdir. İmamın biz mərifət, imama olan mərifətimiz deməli aşağıdır. Bəli. Hansı mərifətdən imama olan mərifətimiz əgər olsa, bu yüngül şübhələr ki var. Yüngül şübhələrdir bunlar. Bunlar dərin bir şübhələr deyil ki, deyəsən araşdırın, mən düşünmürəm. Yüngül şübhələr təsir qoyar bizə. Odur, bəzi şeylərdə, yəni əsas düşmən ki, başda duran ki, əl qoyur İmam Hüseyn məktəbini bilir. O məktəbin bəhrələnən bu məktəbdən çıxan şagirdlər nə olar? Çünki bunlar haqqa, batilə baş əyməzlər, haqq tələb edərlər və balaca yüngül şeylərdə bunların mənəviyyatını təsir qoya bilməz. Çünki böyük təsirlər var. Bəli, qayıdaq biz əsas mövzumuza ki, İmam Hüseyn əleyhissalamın bu qiyamda ki, qiyam etdi və axırda şəhadətlə nəticələndi ki, səbəbi nə, hədəfi nə idi bu məsələdə? Biz tarixə baxsaq, çünki mən tövsiyə edirəm əziz izləyicilərdən ki, tarixə diqqət etsinlər. Bəzən bizlərə qoymurlar tarixə biz baxaq. Məsələn, bəzi qardaşların, bəzi bacıların əlləri çatmır tarixə. Görürsünüz, bəzi tarixlərdə, tarix kitablarında işarələr vurulub, amma tam şəkildə izah verilməyib. Muhammed Ticani Səmavi kitabına biz baxsaq, necə hidayət oldum kitabında bu bir gözəl nöqtəyə işarə edir. Deyir ki, bizə qoymurdular, bir kitab vardı qəfəsdə. Kitab qəfəsinin kitab yerlərində baxaq o kitaba, oxuyaq o kitaba. Sonra gəldi bir mərhələ çatandan sonra biz oxuduq. Deyir, o tarix kitabları idi. Tarix kitabı, tarixdə nə baş verib, biz əgər tariximizi bilməsək, düşmən bizi tez aldada bilər. Tez azdıra bilər. Çünki tariximizdən xəbərimiz yoxdur ki, o da gəlib mənə deyər ki, 2 əmioğlu bir-birinə savaşır. Mənim tarixdən məlumatım olsa, o deyə bilməz ki, mənə 2 əmioğlu gəlib bir-birinə savaşıblar, şəhid olurlar. Deməli, bizi tarixdən qəflətə salır, tarixi biz bilməyək, yəni savadımız olmasın, məlumatımız olmasın, başlasın öz ideyalarını, öz bildiklərini, batil bu düşüncələri bizə yer etsin. Yəni biz də o cür fikirləşək. Deməli, imam qiyam etdi. Bəziləri bu qiyamı bu cür deyirlər ki, imam qiyam etdi, şəhid olsun. Bəzilərin fikirləri bu cürdür. Bəziləri deyirlər ki, imam qiyam etdi, hökuməti, hakimiyyəti, bu İslam hakimiyyətini dirçəlsin və bu Yəzidin əlindən alsın. Bax, bəzi bu qeydlərdə hədəflə nəticə bir-birinə qarışıb. Bəziləri nəticədir, bəziləri hədəfdir. Biz hədəfi tam şəkildə aydın etməliyik. Nəticə nə olar, olar. Hədəf bizim üçün məlum olsa ki, hədəf nə idi? Nəticə ola bilsin, hakimiyyət olsun, İslam hakimiyyətini qorumaq olsun, nəticə olsun, şəhadət olsun. Amma hədəf bunlar deyir. Bu yolda, məsələn, mən gedirəm, hədəfim nədir? Mən gedirəm Bakıya, ya Lənkərana. Hədəfim Bakıya getməkdir. Yol gedirəm, ola bilsin yolda təsadüf edim. Qəza çata bilmə hədəfə. Amma əsas hədəfim öz yerindədir. Deməli, bu yolda şəhadət də ola bilər, bu yolda hakimiyyət də ola bilər. Yəni, bu hakimiyyət də qorumalı. Amma əsas hədəf ki, buyururlar, əsas hədəf budur ki, 10 dənə hədəfi qeyd ediblər ki, onlardan bəziləri elə hədəflərin içindədir. Məsələn, birinci hədəf əmr biməruf, yəni yaxşılığa dəvət və pislikdən uzaqlaşdırma idi. Yenə deyirəm, tarixə biz baxsaq, o zamanı dərk etsək, ola bilsin, yenə də bəzi şübhələr olsun, yenə də onlara işarə edərik. İkinci məsələ Peyğəmbər sünnətini diriltmək idi. Çünki demək olar ki, Muaviyyənin dövründə yox, Yezidin vaxtında artıq Peyğəmbər sünnəti aradan gedirdi. Üçüncü məsələ haqqı qorumaq idi, batili aradan aparmaq idi. Dördüncü, İslam ümmətini islah etmək idi, çünki bəzi şeylər vardı. İslam hökuməttini təşkil etmək idi, cəhalətlə, cəhəllə mübarizə idi və
10 dənə gətir axırdaca. Axırıncı məsələ də imtahan idi. Müsəlmanların imtahanıdır ki, çünki insanlar bu dünyada imtahan olurlar. Hər Bəli. bir həddə, hər bir məqamda, hər bir zamanda bunlar imtahan olurlar. Düz. Yəni bir növ axırıncı hədəfdə imam bir növ bu insanları imtahana çəkdi. İmtahan oldu bunlar. Amma gəlib biz əsl hədəfə biz əgər baş çəksək ki, desək ki, əsl hədəf nə idi? İmamın bu hədəflər. Bu hədəflərin hamısı var. Yəni biz bunu əgər desək, çünki imamın kəlamlarında da bu istifadə olur. Məsələn, "Uridu amire bil ma'rufi və enha anil munkari." Bunu deyir, mən istədim ki, əmr edim, yaxşılığa, pislikdən çəkilim. Bu hədəfin içində var. Bəli. İkinci məsələ "Fa inne sunnete qad umitet və innel bid'ate qad uhiyet." Çünki peyğəmbər sünnəti ölürdü, artıq aradan gedirdi, bid'ət dirilirdi. Bid'ət artıq var idi. Yəni peyğəmbər dinində olmayan bir şey, çünki bid'ət budur ki, dində olmayan bir şey dinə daxil etsin. Yeniliklər gətirir. Bəli, yeniliklər gəlir. Peyğəmbər dinində yoxdur. Artıq deyir ki, artıq peyğəmbər sünnəti aradan gedirdi. Ölürdü. Artıq heç bir şey qalmır. Amma bir gözəl nöqtəyə ki, indi gəlib o həmin hədəfin ətrafında bir söhbət edərik. Ərbəyin duasında, Ərbəyin ziyarətində imam buyurur. İmam buyurur da duanın deməli bir ortalarında bu nöqtə işarə edir. Və bədələ muhcədəhu fikə liyəstənqidə ibadəkə min cəhaləti və heyrətil zəlaləti. Xudaya, mən öz canımı bu yolda, sənin yolunda fəda etdim. Nəyə görə? Çünki fəda etdim, canımı qurban verdim, bir şey olmalıdır. Nəyə görə? Ardıcı böyle liyəstənqizə ibadəkə bu bəndələrini bu cəhalətdən, bu zəlalətdən nicat verir. Yəni, mənim hədəfim bu idi. Çünki bunlar yollarını azmışdı. Yollarını tam şəkildə azmışdı. Bax, cəhalət deyəndə biz bəzən cəhli, nadanlığı bisavadlıqla müqayisə etməyək. Bisavadlıq ayrı. Nadanlıq ağılın müqabilindədir. Əgər bir şəxs ki, nadandır, deməli, ağlından yaxşı istifadə etmir. İndi biz baxsaq o zamana, əgər o zamanda, məsələn, 53, 50, 60 yaşında insanlar o yaş həddində düşünə bilsəydilər, Muaviyyənin ya Yəzidin hilələrini aldanmazdı. Deməli, nadan idilər bunlar, aldandılar. Hilə etdi, bu da bilirdilər bunları aldanarlar. Bunların hiləsini aldandılar, gəldə çıxdılar. Deməli, siz baxın da o zamanda bunlar ki, hakimiyyəti ələ keçirdilər, yəni İslam hakimi kimi qərar verirdilər, onun xalis dindarı və qeyri-xalis dindarı dinlənmədilər. Siz baxın da, yəni Muaviyyə gəldi hakimiyyətə, ondan qabaq ki, Həzrət Əleyhisselam olub. Muaviyyə gələndən sonra nəyə görə o xalis bəndələr və qeyri-xalis bəndələr? Qeyri-xalis bəndələr ki, işimiz yoxdur. Amma xalis dindarlar ki, var idi, orada dinlənmədilər. İşarə olunur ki, bəziləri öz bu vəzifələrinə görə dinlənmədilər. Çünki əllərində vəzifə vardı, bir də dinlənər ki, əlimizdən çıxar. İndiki zamanda da bəzi məsələlər ki var. Bəziləri də qorxurdular. Qorxaqlıqdan deyir ki, bizə dəxalatı yoxdur. Biz öz dinimiz, namazımızı qılırıq, ibadətimizi eləyirik. Eynən indiki zamanda vəzifələr. Amma siz baxın, əgər onlar düzgün şəkildə əgər addım atsaydılar, rəhbərin gözəl bir nöqtəsi sözü var. Xavas və bixavas bir öcürsədir. O gəlir Süleyman ibn Surad-ı Xuzayıdan işarə edir. Deyir, Süleyman ibn Surad-ı Xuzayı əgər vaxtında təsmin tutsaydı, vaxtında düşünə bilsəydi. Təsmin tutsaydı, yəni düşünə bilsəydi. Çünki orada vaxt çərçivəsində idi. Yəni bir anlıq qəflət aşırı hadisənin səbəbi idi. Deyir, vaxtında düşünə bilsəydi, təsmin tutsaydı, aşırı hadisəsi baş verməzdi. Bu böyük bir sözdür. Yəni balaca bir nöqtə işarət. Deyir, bu Süleymanın qəfləti, düzgün şəkildə vaxtında təsmin tutmaması gəlib aşura kimi hadisənin baş verməsinə səbəb oldu. Ola bilsin, aşura hadisəsi ayrı yerdə baş verirdi, amma o vaxt olmazdı. Çünki qorxardı, yəni ətrafında onlar nəyə görə cürət etdilər imama qarşı? Çünki ətrafında az adamı gördülər, cürət etdilər də, yəni bu cür. Amma bunlar təsmin tutmadılar. Sonradan nə oldu? Sonradan gəldilər, çıxdılar, məsələn, Təvvabim adında çıxdılar, amma heç bir faydası olmadı. Rəhbər də bu cür buyurdu, heç bir fayda, heç bir təsirə qoymadı İslamda.
Ustad, bu bağışlayın, qeyd etdiyiniz məsələ həqiqətən də çox önəmli bir məsələdir. Elə siz deyəndə Həzrəti Əli əleyhissalamın bir hədisi yadıma düşdü ki, ağa buyuruyor, fürsətlər bulut Bulut kimi. kimidir. Yəni Bəli. vaxtında gəl adam istifadə eləməsə, adamın əlindən çıxır. Qeyd etdiyiniz kimi, orada indi bir çox insanlar ki, İmam Hüseynin hətta özləri dəvət elədi, sonra ondan üz çevirdilər. İndi hər hansı səbəblərə görə. İndi həqiqətən o vaxtında buyurduğunuz kimi o fürsətdən istifadə edib imamın ətrafında olsaydılar, heç Kərbəla hadisəsi baş verməzdi. Bəlkə də İslam həqiqətən də İslam xəlifəlik haqq sahiblərinə çatardı və İslam dini bu günləri bu gündə olmazdı. Daha fərqli bir dünya olardı bu günümüzdə. Bəli, bəli, o cürdür. O hələ əsas bu məsələ qayıdır bəzi o xas insanlara da, Bəli. xas insanların düzgün şəkildə vaxtında, məsələn, Hor bu düşmən qoşunundaydı, Bəli, bəli. ayılması görürsün necə, yəni Vaxtında, Bəli, dəqiq bir vaxtında. vaxtında. Bəli. İndi siz gözəl bir mövzu, yəni ələ gətirmək olar ki, biz baxa görə ki, bu xas insanlar nə səbəb oldu bu xas insanın azmaqlarına? Çünki Süleyman balaca bir şəxs deyildi. Döyüşlərin Bəli, çoxlarında bəli. iştirak etmişdi və yaralanmışdı. Nə səbəb oldu ki, bu gəlib belə bir həssas vaxtda düzgün şəkildə təsmin tuta bilmədi? Hı. Tuta bilmədi və imama qoşula bilmədi və o qoşun getdi. Yəni o hadisə baş verdi. İndi bu məsələdə çünki insanların bu cəhalətdən ayıltmaq üçün gərək imam qiyam etməlidir. Hı. Artıq burada dil, əməl, söhbət fayda vermir. Qan istəyir. Hı. Artıq burada gərək bir şəhadət olmalıdır ki, insanlar ayılmalıdır. Burada baxmır. Məsələn, bu bəziləri deyirlər, nəyə görə ailəsini apardı, nəyə görə? Yox. İmam bütün bu vasitələrdən istifadə etməlidir ki, bu dini saxlatmalıdır. Bu bizimki bir məktəb və bir ibrətdir. İmam ki, bu işi gördü, gələcək nəsillər üçün də bu cürdür. Əgər görsəz ki, din aradan gedir, din aradan qanınız bahasına da olsa dini saxlatmalısınız. Yəni, böyük bir ibrət və məktəbdir. Çünki əsas dindir. Ailə, uşaq əsas deyil. Əgər din aradan geçsə, artıq demək olar ki, o necə ki, Mərvan gəldi, istədi imamdan beyyət alsın Yezid üçün. Deyir ki, əgər buna beyyət olunsa, İslamın salam və salam Fatihası oxunmalıdır. Çünki belə bir şəxsin başda durması, yəni Allah tərəfindən xəlifə olması, çünki bu rəhbərlər Allah tərəfindən seçilməlidir. Bəli. Şər'i bir hakim olmalıdır. Bunu şər'i bir hakim kimi ünvanlanırdılar. Yəni şər'i bir hakim kimi bunu deyirdilər ki, şər'i hakimdir bu. İndi siz baxanda, yəni bu şər'i bir hakim kimi çıxıb deyir ki, məsələn, falan şey halaldır. Yəni halal olmayan bir şeyi halal desə, deməli bu deyir ki, Allah tərəfindən hakimdirsə, bu deməli bunun səlahiyyəti var da. Düz. Nəyə görə siz baxanda o hər bir zamanda, yəni peyğəmbərdən sonra Həzrət Əleyhisselamın dövründə də indiki dövrə nisbətən desək media öz fəaliyyətini göstərir. O vaxtda məsələn bəzi sözlər ki, şayələr ki yayılırdılar, öz işini görürdü. İndiki dövrdə də öcürdü. Media demək olar ki, bütün bu insanların arasında öz fikrini yayır. Düzdür? Siz baxın, Həzrət Əleyhisselamı məsciddə şəhid edəndə deyirdilər, Həzrət Əleyhisselam məyər namaz qılır? Nə qədər təsir qoymuşdu insanlarda? İndi siz baxın, indiki dövrdə nə qədər media təsir qoyur. Haqqı gəlir batilinin yerində qoyur, batili gəlir haqqın yerində qoyur, məzlumu gəlir zalimin yerində qoyur, zalimi gəlir məzlumun yerində qoyur. İndi siz baxın, təsir qoymaz. İnsanın qulağı elə mediada olsa, heç bir araşdırma aparmasa, gəlib bu həddə çatar ki, qiyamət, bu aşura günü imam, peyğəmbər övladına deyir ki, bu dindən xaric olandır. Bunu deyər də. Həqiqətən. Xaricilər deyəndə ki, xaricilər bəzən bizdə deyirlər xaricilər xaricdən gəlmiş. Yox, xarici yəni bu hakim, şəri bir hakim idi. İmam Hüseyn ona beyyət etmədiyinə görə bu dindən xaric olub. Dindən çıxıb. Dindən çıxıb. Dindən çıxıb. Yəni o həddə təsir qoydu. Orada elə dedilər. Deyir ki, bunlar hamısı xaricilər, dindən çıxanlardılar. Siz baxın, yəni nə qədər təsir qoya bilər. Bəli, təbliğat çox. Bəli, təbliğatın təsiri çoxdur ki, gəlin sizin imamın dövründə gəlir, İmam Həsənə məsələn o cür rəftarı, şamlı şəxsin rəftarı. İndi baxın, gəlir İmam Hüseyn dövründə bu öz işini görüb, öz təbliğatını aparıb, öz təsirini qoyub. İndi siz də baxın, orada gələnlər benim əksəriyyəti bilirdilər İmam Hüseyn kimdir. Bilmirdilər. Hamısı dedi, axırda gəldi bu şeydə. İndi gəlib ona da işarə edərik ki, bu qiyamın nəticəsi
aya o nəticəni aldı ya almadı? İnşallah ona da işarə edərik. İnşallah ustad, burada həqiqətən də siz qeyd etdiyiniz məsələ təəssüflər olsun elə bizim bu günümüzdə də var da. Yəni bəzi insanların həqiqətən də ağılları gözlərindədir. Yəni nəyi görürlər, ona inanırlar. Daha fikirləşmir ki, mənim gördüyüm haqqdır, həqiqətdir, yoxsa bunu mənə haqq kimi göstərirlər. Bəli. Mən bəlkə də belə fikirləşirəm ki, ustad, bugünün cahilləri, nadanları o vaxtın cahil nadanlarından daha da pisdirlər. Çünki o vaxtı sosial şəbəkələr, bu cür şeylər yox idi ki, insanlar otura məsələn telefondan, internetdən ən azından araşdırarlar. İndi orada məsələn fərz eləyək Şamda Muaviyə nə deyirdisə də, Şam cəmaatının əksəriyyəti də Kufə ilə başqa yerlərin əlaqələri yox idi ki, bir çox insan elə o nə deyirsə ona inanırdılar bir şəhəri hakim kimi. Düzdür, o xəlifə idi zahirdə. Yəni İmam dövründə, İmam Əlinin dövründə xəlifə dövründə hər halda nə deyirdilər, ona inanırdılar. Amma indiki ustad o cür deyil. Yəni indiki insanlar dünyanın bu başında oturub o başından məlumat ələ gətirə bilirlər. Yəni bununla belə yenə də düşmənin bu hiləsinə, əks təbliğatına inanırlarsa da, yəni özlərini müasir zamanda hiss eləyən bu insanlar onlardan daha cahildirlər ki, onlar əllərində imkan olmadan bataqlığa düşdü. Amma sənin əlində imkan ola özünü yenə də cəhalətin bataqlığına salırsan. Bəli, o cürdür. Bəzən də insanların özləri elə bir ki, düşünmək üçün istəmirlər düşünsün. Bəli. Məsəl üçün, bizə əgər gəlsə desə, mən Peyğəmbəri qəbul edirəm. Xoş, ali. Peyğəmbəri qəbul edirsinizsə, Peyğəmbər nəvəsidir bu. Peyğəmbər nəvəsidir, Peyğəmbər öz nəvəsi barəsində çoxlu hədisləri var, çoxlu tövsiyələri var. Biz heç olmazsa bir şübhə qarşımıza gələndə, heç olmazsa biz bu əslə qayıdaq da, Peyğəmbərə qayıdaq ki, biz bu cür. Amma qayıtmasa, siz baxın da, indi imamla, Peyğəmbərlə, imamlarla mübarizə aparanlar elə əvvəldən Peyğəmbəri də qəbul etməyiblər. Düz. Əvvəldən Peyğəmbəri də qəbul etməyiblər. İndi bunlar qəbul etməyiblər, istəyiblər ətrafında olanlar cahillərə desinlər, siz də qəbul etməyin. Ayrı bir yolla da, yəni bu cür dindən çıxma yolundan, yoxsa əslisini desə, yox Peyğəmbər idi, necə ki, Həzrət Zeynəb gəldi, dedi, biz Peyğəmbər əhli beytindədir. Onlar inanmırdılar Peyğəmbər əhli beytindədir. Çünki onlara o cür deməmişdi, o cür təbliğ olunmamışdı. Siz baxın, yəni indiki dövrdə ya biz bilirik ki, Peyğəmbər Allahımızı qəbul edir, Peyğəmbərimizi qəbul ediriksə, heç olmazsa biz gəlib bir balaca bu şübhələr çıxanda araşdıraq. Demək ki, iki ərəb, iki əmi oğlu vuruşublar. Yəni bu sözü demək. Hər kimsə deyir, heç olmazsa biz ona təzəkkür veririk, bu düzgün sözdür. Yayırsınız məsəl üçün bu şəbəkələrdə, indi internetdə bu məsələlər var. Ayətullah Amili, Allah hifz eləsin, Allah bütün o alimlər ki, ariflər ki, müştəhidlər ki, yaşırlar, Allah ömürlərinə bərəkət versin, dünyasını dəyişən müştəhidləri də rəhmət eləsin inşallah. Ayətullah Amili buyurur, İmam Hüseyin öz qanı ilə insanları cəhalətdən oyandı. Yəni insanlar qan ilə oyandılar. O bəzi məsələlərdə siz baxın, Kərbala, o işarə edirlər, deyir Kərbala hadisi Kərbalada qalardı. Əgər Zeynəb olmasaydı. Çünki bunlar istəyirdilər orada da bastırsınlar bu hadisəni. Amma bilmədilər ki, Həzrət Əleyhisselamın gözəl nitqə sahib olan bir qızı var ki, xutbə eləyəndə deyirlər, Əli danışır. Siz baxın da, yəni elə bir vəziyyətə çatanda xanım Həzrət Zeynəb danışdı və haqqı dedi. Elə bir ki, oyatdı. Şəhid Mütəhri ağanım gözəl bir nöqtə işarə edir. İmamın şəhadətinə səbəb olan amillərdən işarə edir ki, nə səbəb oldu deyə onların ən mühümmi insanların cəhaləti idi. Cahilliyi idi. Deyər insanların cahilliyi olmasaydı, imam şəhid olmazdı. Deməli, burada da səbəblər, düz ayrı səbəblər də ola bilsin, olsun. Amma səbəblərdən biri də, yəni böyük səbəblərdən biridir. Çünki cahil olanda bir şəxs bilməz ki, nə edir. Sonradan ayılar ki, məsələn, böyük bir müsibətə yol vermişəm. O da, alimlər də elə buna işarə edir. Biz gələk nəticəyə ki, bu nəticəni istəyirdik biz işarə edək ki, imam bu qiyamdakı hədəfə görə qiyam etdi. Aya nəticəni ələ gətirə bildi ya yox? Yəni istədiyi şeyi ki, istəyirdi ki, insanlara ayılsın və insanlar o zəlalətdən uzaqlaşsınlar. Əmr be məruf məsəl üçün etsin. Bəzi şeylər ki, var ki, bilmirdilər, gəlib onları hamısı desin. Aya edə bildi öz qanı ilə, öz şəhadəti ilə. Alimlərdən bəziləri deyir ki, bəli, imam öz şəhadəti ilə, elə buyurduğumuz kimi, bu hadisəni Həzrət Zeynəb gəldi Şamda bəyan etməklə içəridə böyük bir ixtilaf yarandı. Bu Əməvilərin içində Yazidin bu
ətrafında olanların içində dedilər ki, bu bizi aldatdı. Bu bizə deyirdi ki, məsələn, xarici olanlar deyil, biz bunun hilləsinə uymuşuq. Gəldi o həddə gəlib çatır ki, bunun şəri hakim olmağından artıq bunu qəbul etmədilər. Dedilər ki, bu necə şəri hakim deyəlim, məsələn, Peyğəmbər övladını öldürür. Peyğəmbər ki, Allah Taala təyin edib. Yəni belə bir şey axırda gəlib onların aradan getməsinə gəlib səbəb olur. Ayrı bir biz nəticəni də İmam Səccad ağanın dilindən deyək ki, İmam Səccad ağa bir şəxs gəlir imamın yanına bu şəhadətdən sonra. Siz bilirsiniz də İmam Səccad ağanın dövrü artıq imamın şəhadətindən sonra çox çətin bir dövrdür. Yəni tarixə də baxanda imam danışa bilmir. İmamın ətrafında əgər birini də görsəydilər, təhlükəsi vardı. İmam gəlirdi bu aşırı hadisəsini gəlir qəssabın yanında, məsəl üçün hələ o qoyunu, heyvanı kəsməmiş, deyir buna su vermisən, bu cür şeylə başlayır bu cür təbyin etməyə, bəyan etməyə ki, əlamətlərlə bunu çatdırır da insanlara. Yəni deyir, amma sən buna su vermisən, yazılığın gəlir buna. Deyir, amma aşırı günü bu hadisə baş verdi. Yəni imam başlayırdı ayrı bir bölmə. Məsələn, Seyfəl Səccadədə ki, dualar var, zalimlərin barəsində işarə edir. Bəzi dualar arasında məsəl üçün bu məzlumlar barəsində işarə edir. Yəni bu dövr idi. Artıq imamın ətrafında heç kim yoxdur. İmam sonraki imamlar üçün şərait yaradırdı. Siz baxın, İmam Səccadın dövründə elə bir şərait ki, imam tərəfindən edilmirdi. Artıq gəlir İmam Baqir Əleyhisselam dövründə artıq şərait yaranır. İmam Sadiqin dövründə artıq tələbələr yetişir. Nisbət bunlar hamımızın şəraitlərdir. Ola bilsin bir sual da, bir şübhə olsun da, bu şübhəyə də biz elə bu mötərizə arasında cavab verək. Desinlər ki, nəyə görə İmam Hüseyn də o birisi imamlar kimi sülh etmədi? İmam da sülh edərdi və bu yol vardı, sülh üçün yol vardı. Həzrət Ağa, Ayətullah Xamini gözəl nöqtə işarə edir. Deyir ki, biz əgər bunları kulluhum nurun vahid bilsək, yəni bu 14 məsumu hamısı bir nur bilsək, kulluhum nurun vahid bilsək, yəni hər imamın dövründə o imam hansı addımı atdısa, həmin imam da o addımı atardı. Əgər İmam Həsənin dövründə İmam Hüseyn əgər olsaydı, İmam Həsən kimi sülh edərdi. Ayrı imamlar İmam Hüseynin ağanın dövründə olsaydı, imam kimi qiyam edərdi. Vəziyyət o həddə döyürdü ki, imamı qiyam etsin. Məsələn, İmam Həsən ağanın dövründə. Çünki burada artıq son həddə gəlib çatmışdı. İslam artıq gedirdi. Aradan gedirdi. Orada hələ vardı. Muaviyə məsəl üçün zahirən qoruyurdu. İslamın bəzi əməllərini deyək ki, qoruyurdu. Zahirdə icra edirdi, əmələ getirirdi. Amma batinə icra etmirdi. Amma bu Yəzid ələnən bunu göstərirdi. Ələnən məsəl üçün bu İslama zid olan hərəkətləri edirdi. Bu ələnə artıq gəlirdi, bidətə çevirirdi. Artıq elə bir də bu dində var. O da imam da bu şeylərdən məsəl üçün qiyam etməyə və işarə etdik. Bəli, indi burada hədəf ki, imam buyurur. Siz baxın, İbrahim ibn Təlhəd ibn Ubeydullah gəlir şəhadətdən sonra imama ya bir növ istəyir sual etsin ki, qələbə oldu, qalib gəldiniz bu şeydə, ya da ki, istəyirdi imamı bir növ necə deyərlər, desin ki, gördünüz də uduzdunuz siz bu şeydə. İmam buyurur ki, ya Ali ibn Hüseyn, mən qələbə. Ey Hüseynin oğlu, kim qalib gəldi bu şeydə? İmam buyurur, İzə ərəddə ən ya'ləmə mən qələbə və dəxələ vəqtul sələ fəəzzin thumma uqim. Deyir ki, əgər bilmək istəyirsənsə, kim qalib gəldi, imam bax, necə ayıldır onu. Düzdür, sən zahirdə görmürsən, biz şəhid olduq. Deyir ki, gözlə, qoy namazın vaxtı gəlsin, çatsın. Azan verəndə və iqamə deyəndə, onda bilərsən kim qalib gəlib. Çox gözəl, həqiqətən. Çox gözəl nöqtə. Deyir ki, necədir? Deyir ki, bu şəxs ki var, Yezid, bu istəyirdi Peyğəmbərin adını silsin. Necə ki, atası da onu istəyirdi də. Bəli. Atası istəyirdi ki, Peyğəmbərin adı azandan və iqamətdən silinsin. Deyir ki, azan vaxtı, namaz vaxtı gələndə görərsən, deyir, kim qalib gəlib. Namazı qalxanda sən Peyğəmbərin şəhadət versən, Peyğəmbərin. Düzdür. İndi orada yata çatdı, bax, bu cürdür. Yəni, biz baxmayaq, zahirdə uduzmaq var, şəhadət var. Həqiqətinə baxaq. Həqiqət ayrı bir şeydir ki, indi İmam Hüseyn məktəbi yaşayır. Bundan sonra da yaşayar və bu məktəb davam edir.
Düz. Bir nəfər məsəl üçün hər kim desə deyir ki, İmam Hüseyn məktəbindən mən dərs almışam. Çünki bizim üçün bir böyük bir məktəb oldu. O da bu məktəbə bizə deyirlər ki, bu məktəb yerə qalmalıdır. Bu məclislər də bizə bu məktəbin yaşanmasını göstərir ki, Düz. bu məktəb yaşamalıdır. Biz gəlib bu məktəbdən bu ibrətləri almalıyıq ki, İslam dini xətərdə olsa canını, qanını, hər nə var verməlisən ki, bu İslamı yaşatmalısan ki, yaşamalıdır. Düz. Ustad, bağışlayın, vaxtımıza 3-4 dəqiqə qalıb dedim. Diqqətinizi çatdıram. Bəli. Bəli, biz elə istəyirik elə bunu elə nəticə çatdıraq ki, bəs imamın hədəfini biz qısa bir şeydə biz şey etməyək. Məsələn, demək ki, imam şəhadət üçün çıxmışdı, qiyam etdi ya hakimiyyət üçün qiyam etdi. İmamın hədəfi bu idi ki, insanları ayılsın və bu məktəbi yaşatsın. Yəni elə bir zaman ola bilsin, gəlsin ki, məsəl üçün ola bilsin hansısa imamın dövründə. Bir növdə imamın mərifətinə işarət edir imam burada. Çünki siz baxın da, əgər biz desək ki, imama mərifəti vardırsa, bu şəxslərin mərifəti olan ta axıra kimi olmalıdır. İmamın yaxında olanlar da imamın bu qiyamına etiraz edirdi. Düz. Etiraz edirdi. Məsələn, qardaşı Muhammed Hənəfiyə deyirdi ki, hara gedirsən? Onu Allahın rəhbəri kimi tam şəkildə qəbul etsəydik, demək lazım deyirdi. Hara gedirsən, nə iş görürsən? İmam öz vəzifəsini bilirdi. İmam öz vəzifəsini bilirdi. Necə ki, İmam Həsənin dövründə o cürdür. İmam Həsən öz vəzifəsini bilirdi, getdi, sülh etdi. Sən məsəl üçün onun əskəri, sən onun əshabı deyək. Sən kimsən ki, deyirsən ki, modildir müminin. Sənin bu sülhün bizim müminləri zəllil etdi. Görürsən? Yəni, bizim mərifətimiz imama əgər çox olsa, yəni mərifətin tam şəkildə yəqinliyimiz olsa, artıq imam desə ki, bu işi görməliyəm, mən gələ dilimi tərpədim. Deyim ki, bəli, hər nə imam buyurursa, mən qəbul edirəm. Odur, o şəxslər ki, imamın ətrafında oldular, imam deyir ki, yox, siz gedin və axşamımız, sabahımız şəhid olarıq. Onlar imamı bilirdilər, tanıyırdılar kimi. Deyir, yox, mən səni qoyum, biz sizi qoyaq gedək. Bu cür şey olmaz ki. Axıra kimi də var. Şəhid olarıq. Amma səni tək qoymalıyıq bu şeydə. O da mərifət, orada əgər mərifət olmasa, bizim hər bir şey dinə bağlılığımızda mərifətə bağlıdır. Mərifətimiz əgər olmasa, sabahsı gün biz öz dinimizdən alacaq. Bu cür də olub. Biz deməyək, biz namaz qılarıq, ibadət edirik, məsəl üçün. Xums veririk, zəkat veririk. Yenə tarixə baxa görə ki, bu şəxslər ki, azıblar, onlar da eynən həmin fikirdə oldu. Xums veriblər, zəkat veriblər, namaz qılıblar, gecə namazı qılıblar. Amma nəticə. Nəyə görə? Mərifətlər olmayıb. Allah. Bax, bunlar hamısı ki, bağlıdır bir-birinə. Mərifət imama, mərifət peyğəmbərə, mərifət Allaha, bunlar qayıdır bir-birinə. Əgər birinə mərifət olmasa, ardıcı ayrısı da gəlirdi. Yox, mən peyğəmbəri qəbul edirəm, imamı qəbul etmirəm, deməli, sənin mərifətin peyğəmbərə yoxdur. Allaha yoxdur. Duyduğunuz zahirdə biz deyək ki, Allahı qəbul edirik. Qəbul edən Allahın bütün əmrlərini qəbul etməlidir. Ayrı-seçkili eləməz birini qəbul edir. Bəli. Bu imam da Allahın buyurduğu əmrdir ki, onlardan itaat olunmalıdır. İtaat olunmursa, deməli, Allahın əmrini də qəbul etmişdir. Yalandan deyirik biz ki, Allahı qəbul edir. Dildə deyir. Bəli. O da sən öz ibadətini edirsən. İbadət gedirsən, heç nə, ibadət öz yerində. Amma elə bir çətin vəziyyətə gəlib çatsan, düzgün şəkildə seçim edə bilmərsən. Düzgün şəkildə seçim etməsən, batil tərəf etsən, himayət edəsən, batil tərəfi gücləndirəsən. Necə deyək, mən bir tərəfəm, bir tərəf deyirsən sən. Ya haqq var, ya batil var. Orta yoxdur. Orta vəziyyət yoxdur ki, mən bir tərəfəm. İki dənə haqq ya batil. Ya batil tərəfdən, ya haqq tərəfdən. Mən ortadayım. Yox, belə bir şeyimiz yoxdur. Ya batil tərəfdəsən, ya da haqq tərəfdəsən. Allah razı olsun Ustad. Həqiqətən də çox gözəl söhbət etdiniz. Amma təəssüflər olsun, vaxtımız tamam olur deyə bundan artıq sizin söhbətlərinizdən faydalana bilməyəcəyik və sonda sizdən elə bir dua istəyərdik ki, dua buyurardınız inşallah. Allaha and veririk İzzət-i Cəlalına bu qəmli, müsibətli günlərdə, bu məclislərdən, mənəvi məclislərdən layiqincə istifadə etməkliyi bizlərə nəsib etsin. Amin. Və bizləri dünya və axirət Əhl-i Beyt əleyhissalamdan ayrı salmasın inşallah. Əssalamu aleykum və rəhmətullahi. Çox sağ olun Ustad, təşəkkür edirik, minnətdarlığımızı bildiririk. Sağ olasınız. Bəli, dəyərli izləyicilər, bu gün də bizə ayrılmış vaxtın sonuna gəldik, çatdıq. Əziz ustadımızın gözəl söhbətlərindən faydalandıq. İmam Hüseyn əleyhissalamın həqiqətən də hədəflərində
nələr ki var idi, onları bizə qısa olaraq da olsa gözəl şəkildə izah etdi. Allahdan arzu edirik ki, ustadımızın da ömrünə, elminə bərəkət versin və sonda bir daha Allahdan istəyimiz, duamız budur ki, bizləri son nəfəsimizə qədər İmam Hüseyn əleyhissalamın haqq yolunda, Allahın öz dinində sabit qədəm olanlardan qərar versin inşallah. Allahın izni ilə gələn verilişlərimizdə görüşənədək sağ olun, salamat qalın.